Herkesin dikkati üzerinde olanda boğazın quruyur, haqlı olduğunu bildiğin halda kimisə incitməkdən və ya səhv başa düşülməkdən qorxub susursan, bir malı geri qaytaranda və ya sadə bir sual verəndə sanki böyük bir günah işləmiş kimi hiss edirsən. Əgər belədirsə, sən utancaqlıq deyilən görünməz divarların arxasındasan. İslamda həya insanı pis işlərdən çəkindirən və nəzakətli edən müsbət bir xüsusiyyətdir. Lakin utancaqlıq insanın vacib olanı deməsinə və ya etməsinə mane olursa, bu artıq fəzilət deyil, bir maneədir. Bir şeyi öyrənmək üçün sual verməkdən utanmaq doğru deyil. Əgər utancaqlıq sizin inkişafınıza və ya yeni bir şey öyrənmənizə mane olursa, bu hissin üzərinə getməlisiniz. Haqsızlıq qarşısında susmaq və ya utandığı üçün haqqını tələb edə bilməmək tövsiyə edilən bir davranış deyil. Əxlaqi məsələlərdə həyalı olmaq gözəldir. Lakin sosial həyatda, işdə və təhsildə aktiv olmaq, fikrini sərbəst ifadə etmək İslamın təşviq etdiyi güclü müsəlman profilinə uyğundur. Utancaqlıq mən necə görünürəm sualına həddən çox fokuslanmaqdır. Bunun əvəzinə mən insanlara hansı faydalı məlumatı verirəm sualına fokuslanın. Məqsədiniz fayda vermək olduqda şəxsi həyəcanınız arxa plana keçir. Bəzən insanlar utandıqları üçün öz prinsiplərinə zidd olan şeylərə hə deyirlər. Sizi narahat edən bir təklifi ehmalca geri çevirmək kobudluq deyil, şəxsiyyətin bütövlüyüdür. Bu və ya digər məsələlərin həlli üçün biz Quran və sünnəyə baxmalıyıq. İnsanlar qarşısında çıxış etməkdən, yanlış başa düşülməkdən, dili topuqlamaqdan qorxanlar üçün Quranda Həzrət Musanın möhtəşəm bir duası var. O, böyük bir vəzifəyə Fironun yanına göndəriləndə belə demişdi: Rəbbim, köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü anlasınlar. Taha surəsi 25-28-ci ayələr. Salamı yaymaq, tanıdığın və tanımadığın hər kəsə salam vermək, ünsiyyət bariyerini sındıran ən güclü vasitədir. Din qardaşının üzünə gülümsəməyin sədəqədir. Prinsipi sizi daha sosial və rahat edir. Başqalarının sizin haqqınızda nə düşündüyü sizin kim olduğunuzu müəyyən etmir. Siz Allahın dəyər verdiyi bir bəndəsiniz.